Salam, hörmətli izləyicilərimiz. Bugünkü izahımız ədəbiyyat fənni ilə bağlı maraqlı bir sualın izahı olacaq. Sualın izahına keçməmişdən əvvəl sizdən bir neçə xahişim var. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və paylaşmağı da unutmayaq. Yallah, başlayaq. Deməli, deyir, 17-18-ci əsrlər ədəbiyyatına aid fikirlərdən hansı doğrudur? Aha, deməli, nə idi biz? Doğru fikir tapmalıyıq. Saray ədəbiyyatı güclü inkişaf etdi. Doğrudur? Xeyr. Niyə doğru ola bilməz? Bizdən doğru fikir istəyir, doğru deyil. Niyə? Çünki saray ədəbiyyatı qədim və orta dövr Azərbaycan ədəbiyyatına aiddir. Bir də qədim dövr Azərbaycan ədəbiyyatı ən qədim zamanlardan 13-cü əsrə qədər, orta dövr isə 13-16-cı əsrlə əhatə edir. Deməli, saray ədəbiyyatı da orta dövrə aiddir və yeni dövrə 17-18-ci əsrlər isə yeni dövr Azərbaycan ədəbiyyatına düşür. Ona görə də A düzgün cavab ola bilməz. B-yə baxaq. B-yə baxaq, ana dilli ədəbiyyat yarandı. Xeyr, bu da düzgün ola bilməz. Niyə? Çünki elə orta dövrdə İzzət Nəslinovun Azərbaycan dilində qəzəlləri var. Apardır könlümü qəmər yüz can fəsad ilbər. Bir qəzəlləri var idi. Həm də Dədə Qorqud dövründə, kitab Dədə Qorqud dastanında ana dilində yaranmışdır. Ona görə də B də ola bilməz. D-yə baxaq. Yazı ədəbiyyat şifahi ədəbiyyata güclü təsir etdi. Xeyr, bu da düzgün deyil. Əksinə, şifahi ədəbiyyat yazı ədəbiyyata təsir etmişdi. D-də ola bilməz. E-yə baxaq. Qəzəl, qəsidə kimi janrların əsası qoyuldu. Qəzəl, qəsidə kimi janrların əsası qoyuldu. Xeyr, bu da düzgün deyil. Niyə düzgün deyil? Çünki elə orta dövrdə qəsidə vardı. Həm də Nizaminin də qəzəlləri var. Qəsidələr var. Yəni qədim orta dövrdə də qəzəl və qəsidə janrlarında şeirlər yazılırdı. Qaldı C bəndi. Şifahi ədəbiyyat özünün çiçəkləmə dövrünü yaşadı. Bəli. Nə idi? Dastan yaradıcılığının qızıl dövrü başlamışdı. Yeni dövr Azərbaycan ədəbiyyatında Abbası, Gülgəz, Tahir və Zöhrə, Şah İsmail kimi dastanlarımız yarandı və şifahi ədəbiyyat özünün qızıl dövrünü yaşadı. Ona görə də düzgün cavabımız nədir? C bəndi. Hörmətli izləyicilər, izahımızı bəyəndinizsə kanalımıza abunə olmağı və videonu bəyənməyi də unutmayaq. Sağ olun.